Kərim nə deyir hər gün falan yerdə də falan yerdə də belə. Ala pulundan verir çıxır da. Bu dəqiqə meyxanada istedadlı adamlarla istedadsız adamların mübarizəsi gedir. İstedadlı adamların mübarizə aparmırlar. Photoshop nədir? Photoshop olmasın. Photoshopun 30 yaşı var. Nə edirsiniz Photoshop? Windows yığışdırın. Meyxana mətbəxində aşpırım. Siz bu işi nə günə qoydunuz? Elə meyxana deyənlər var ki, Vüqar Biləcəlinin adını alqış alsınlar deyə çəkirlər. Lənkəranda bir dənə şey olsun, mən orada ən başda gələcəm. Bizdə qanunsuz meşələri kəsirdilər. Ondan birinci işıqlandıran mən olmuşam. Qarabağ Chelsea oyunu gedə-gedə götürüb Qarabağın qələbəsinə pul qoyub. Gör nə qədər inanır Qarabağın udacağına. Mən yuxuda görürəm Xəzərli Lənkəranda. Bir dənə fikirləş. Senaristəm deyə fikirləşərlər ki, vicdanıma and olsun bu yuxunu görmüşəm. Yox, sən bir adamın toy günündə ona tarixin ən dəhşətli qətliamlarından birini xatırladırsan. Niyə? Mən heç vaxt meyxanaya toya pulumu qazanıram deyə getməmişəm. Bu da ancaq danışır meyxana demir. Qardaş mən meyxana deyirəm, sən baxmırsan. Bu gün 2007, 2008, 2019-cu il arasında deyilən meyxanalar təkrar olunur. İmitasiya eləyirlər. İmprovizasiya yoxdur. Bu adamların həyatı rəngli deyil. Bir dənə rəng tanıyırlar, o da qara. Mən çox istəyirəm ki, öz zonamı ürəyim istədiyim kimi təmsil edeyim, amma gərək onu zonada istəsin. Bütün şəhərlərimizi oxuyuram. Qoyub tam rəngli olan sözlər deyim. Belə yazırlar ki, bu adam da ancaq danışır, meyxana demir. Qardaşım birinci, orada deyilməm. Yox. Nə oldu? Səs yazmıyor bayaq lan. Kameraları yazır. Salam dostlar. Siz podkast kimi adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Qonağım meyxanaçı Kərim abidir. Kərim, xoş gəlmisən bir daha. İkinci dəfə xoş gəlmişəm. 12 dəqiqə əvvəl də xoş gəlmişdim. Söz yazılmamışdı. 12 dəqiqə əvvəl biz podkasta başladıq. Kərimlə bir xeyli mətləblərə toxunduq, danışdıq. Salam göndərdik burada müəllimlərə və sair. Və sonra mən gördüm ki, səndə səs yazılmırmış. Podkastda da səs çox önəmli olduğuna görə səssiz heç cür alınmır. Səməd mənə axırıncı dəfə məktəbdə görüb. Bizim 3 yaş fərqimiz var. Onu demişdim ona. Belə podkast başlamamışdım bədiyə qədər. Orijinallıq belədir də, səmimi, spontan. Qısa bir dənə review keçək. Deməli, Kərim də mən də Vaqif Əliyev adına Lənkəran şəhər 4 nömrəli humanitar təməlli məktəb liseyində təhsil almışıq. Mən Kərimi sonuncu dəfə məktəbdə görmüşəm canlı olaraq. Ondan sonra efirlərdə görmüşəm. Onda Kərimin uzun saçları və mavi bir saroçkası vardı əynində. Bu cəmaət evdə ki, mənim bir dənə köynəyim olub, ancaq onu geyinmişəm. Yox, mənim yadımda o cür qalıb. Məktəbli forması idi da. Qardaşım da dərs oxuyan uşaq. Mehriban Qacıyevlə salamlayıram buradan. Yəni bizə dərs deyən ümumiyyətlə bizim olub ki, ortaq müəllimlərimiz olub. Siz dərsdən çıxırdınız, biz gəldik. Ya biz çıxırdıq, siz gəldik. Mehriban Qacıyevlə, Sevinç Qacıyevlə sizə dərs deyir. Mehriban Qacıyevlə dərs deyirdi. Onun mən görmüşəm də, siz çıxırdınız dərsdən, biz gəldik. Bir 3. Ola bilsin Xətrə Fatullayevlə hər ikimizə dərs deyir. Yox, Xətrə Fatullayevlə mənə dərs deməyib, yox. Bizdə sinif rəhbəri olub. Yeganə müəlliməni də salam. Bütün 4 nömrələdəki müəllimlərimizi salamlayıram. Vafar Əmizovla da salamlayıram. Mənim coğrafiya müəllimim olub. Mən həmişə yüksək qiymət yazıb. Yaxşı, coğrafiya müəllimi demək, mən Eleonora Kuliyevnanı hökmən salamlamalıyam. Çünki bu adam yeriyən ensiklopediya, mən ona deyirdim, ona və ailə üzvlərinə həm... Ümumiyyətlə, bizim məktəbin müəllimləri Allah tərəfi yaxşı olublar. Çox yaxşı. Çox yaxşı. İndi bilmirəm nə cürdür, ümid edirəm indi də yaxşıdır. Çünki bizə dərs deyən müəllimlərin bir qismi hələ də dərs deməyə davam edir. Bilirəm, mən getdim məktəbdə gördüm. Allah hamısını canı sağ eləsin. Çıxaq da məktəbdən. Son zəngi verək. Mən sənə ilk sualımı təkrar verim ki, şərhlərdə tez-tez bu şərhə rast gəlirəm ki, bu oğlan çox savadlıdır. Sənin bu şərhə münasibətin? Münasibətim yaxşıdır. Xoş gəlir mənə o. Amma bu nisbidir də. Yəni o adamlar üçün yəqin faktiki hansı yerdəyəmsə orada savadlı görsəndim. İndi yer var ki, ora gedərik, orada olmarıq. Savadlı adam. Yer var ki, gedərik, orada olarıq. Yəni mən özüm haqqında o boyda yüksək fikirdə deyiləm. Çünki tanıdığım yüzlərlə, minlərlə savadlı gənclər var ki, onlardan savadlı gənclər deyəndə ki, yəni savadlı insanlar var ki, bizim onlardan öyrənəcəyimiz şeylər var. Belə. Növbəti sualım da bu idi ki, sən qeyd edirsən ki, sənin olduğun bölgədən, cənub bölgəsindən sən kifayət qədər dəstək görmürsən. Bunu da ehtimal ki, bununla ölçülür ki, bu məsələ orada olan məclislərə tez-tez dəvət olunmursan. Səncə bu nəyə görə belədir? Mənim ağlımda bir ehtimal budur ki, bəlkə oradan olduğuna görə sən
daha əl çatan görünürsən olar üçün bəlkə budur, yoxsa səncə başqa bir səbəb var? Yox, elə olsa onda gərək heç bir cənubdan meyxanadan olmasın toylarında, ancaq başqa zonalardan olsun. Bu fakt deyil. Mən ümumiyyətlə narazı deyiləm mənə cənubun dəstək olmamasından. Sadəcə bir dəfə sual verdilər ki, niyə sən cənub toylarında yoxsan, az görsənirsən? Dedim qardaş, mənə dəstək olmurlar, çağırmırlar, o görsənmirəm. Fikirləşirəm ki, burada hansısa bir o gözə görünməz bir qüvvə buna mane olur, amma əlimdə belə bir fakt, dəlil, sübut yoxdur və bunu belə danışa bilmərəm. Sadəcə məntiqim məni ora aparır. Çünki mənim haqqımda olan paylaşımlar da istər mənim öz səhifəmdə olsun, istər digər səhifələrdə olsun, mən orada şərhləri adətən oxuyuram. Bütün şərhlərimizi oxuyuram. Şərhləri adətən oxuyuram və çox Lənkəranlı insanın mənim haqqımda yüksək fikir yazdığını görürəm ki, bizim fəxrimizdir, yerimizdir, biri deyir qonşumdur, o biri deyir futbol oynamışıq bir yerdə, indi birini unudaram, birini yox, amma əksəri görürəm ki, hamı Lənkəranda mənim haqqımda yüksək fikirdədir və özüm də Lənkərana gedəndə və ya digər məsələn biz gedirik, otururuq bir də çay içirik, görürəm ki, o həmin obyekti işlədən adam gəldi ki, yox, sən bizim qonağımızsan, yəni 1000 dənə yeri gedir. Bizim başımıza dolanırlar, yəni mənim. O qədər xoş münasibət göstərirlər. Tanımadığım insanlar, şəxsən tanımadığım insanlar. Bu onu göstərir ki, bəli, mən müəyyən qədər tanınıram bu adamların arasında, xoş bir yer var. Sabah üçün baxıram, görürəm ki, məsələn, Lənkəranda bir toydur. 15 nəfər meyxana deyir və mən orada yoxam. Mən heç 15 nəfərin içində olmaq da istəmirəm. Yəni o səs-küydə, o qışqır-bağırda olmaq istəmirəm. Amma yəni bu necə olur ki, məndən heç ümumiyyətlə bunun danışığı belə olunmur da. Yəni baxıram ki, məsələn Lənkəranda toy və orada meyxanadan uşaqlardan yəni də belə də kobud desək nəyimiz əskiyidik. Mən çox istəyirəm ki, öz zonamı ürəyim istədiyim kimi təmsil edeyim, amma gərək bunu zonada istəsin. Belə. Amma bunu mən etiraz olaraq, narazılıq olaraq demirəm də. Lənkəranı mən toya məclisə görə sevməmişəm ki, Lənkəran mənim fəxrimdir. Mən oranın fəxri haçan olacağını bilmirəm. Növbəti sualım da Şərif Ağayarın TV-də Sabaha Saxlamayaq verilişində dediyi qara kurtkalılar ifadəsi ilə bağlı idi ki, səncə Şərif Ağayar orada meyxana dinləyən gəncləri qara kurtkalılar kütləsi, orada belə bir ifadə var da, indi ola bilsin qara kurtkalılar kütləsi yox, bu qara kurtka geyinən gəncləri hansısa bir bu formada istifadə olunub. Mənim maraqlı idi ki, sən nə düşünürsən ki, o bu söz birləşməsi istifadə olunanda hansı formada, hansı tip insanlar nəzərdə tutulur? Aşağı intellektual səviyyəsi olan insanlar nəzərdə tutulur böyük ehtimal. Çünki qara, yəni bu adamların həyatı rəngli deyil. Bir dənə rəng tanıyırlar, o da qara. Belə. Şərif Ağayar yaxşı yazıçıdır. Yəni sadəcə bura onun sahəsi deyil deyə. O burada bayaq dediyim kimi suda balıq ola bilmir. O yəni insan məsələn mən kimyanı bilmirəm. Bir nəfər 15 yaşında, 13 yaşında uşaq gəlib burada kimyadan danışsa, mən onun yanında belə qalacağam ki, bu fənni yaxşı oxumamışam da bilmirəm. Şərif Ağayar da bir yazıçı olaraq meyxanaya şərh verəndə aşağı-yuxarı birində haqlı olursa, birində haqsız olur. Birinci burada məsələ odur ki, onlar elə bilir ki, həmin o fikirləşdiyi qara kurtkalı adamlar kimdirsə, onlar meyxananı, biz həmin adamları biz yaratmışıq, meyxana yaradıb. Bu əksinədir. Onlar meyxananı yaradıblar. Meyxana var, reglamenti var. Bunun məzmunun həmin adamlar yaradıb. Çünki o adamlar nə istəyibsə, zamanla həmin meyxanalar deyilib, daşlaşıb və belə bir forma, qəlib alıb. O su necə vurur daşı 1000 ildən sonra öz istədiyi oval formaya salır. Bax, o da elə. Və günün bu günündə həmin adamlar, o bayaq dediyim kimi də, onlar başa düşmür ki, təzə meyxana deyilmir demək olar ki, çox az sayda təzə meyxanalar deyilir. Bir dənə, 2 dənə. Bu gün 2007, 2008, 2019-cu il arasında deyilən meyxanalar təkrar olunur. İmitasiya edirlər, improvizasiya yoxdur. Yeni ortaya, məsələn, bir meyxana deyəndə gətirirsən, qoyursan, deyirsən ki, gəl bunun 5 dənə yaxşı bəndin təhlil eləyək. Birinci bəndin deyir, filan deyirsən ki, bunu 2017-ci ildə Vüqar Biləcər deyib. İkinci bəndin deyir, çünki bunu da 2014-də Rəşad Dağlı deyib də bu mövzuda. Bunun özü heç nə deməyib, yox, baxırsan ki, ortada heç nə qalmadı. Özünün nəsə təqdim eləmək lazımdır. Məsələn, o bənd dedim, Şəhriyar Günəşlinin bəndi atmağa məcbur eləyir. Deyir ki, çox da sinəvə döymə ki, pulum var, imkanım var.
həyat uşağın oyuncağını satmağa məcbur eləyir. Biz 20 il əvvələ də getsək, kasıbçılıq haqqında bənd görəcəyik, amma bunu görməyəcəyik. Yəni çox da qürrələnmə, təkəbbürlü olma. Elə gün gələr ki, hər şeyi satarsan və bu bizə qədər deyilən bəndlərdir. Bəndlərin içində sən belə bir şey tapa bilmirsən. Şairin, ümumiyyətlə meyxanaçının və onun ortaya qoyduğu şeyin özünə də aid nəsə olmalıdır. Sənin özünün nəyin var? Sənin özünün heç nəyin yoxdur. Sən sənə qədər deyilən meyxanaları imitasiya edirsən. Bu sən nədir? Məsələn, aktyor var, Fəqan, Bərdəli Fəqan. O Hüseyn Dəryanın səsi ilə danışa bilir. Amma Hüseyn Dərya deyil. Birə-bir Hüseyn Dəryanın səsi ilə danışa bilir. Amma Hüseyn Dərya ola bilməz o. Bu gün meyxana aşağı o imitasiya edir Hüseyn Dəryanı. O yeni bir nəsə eləsə bu artıq Fəqan Bərdəli olacaq. Yeni nəsə ancaq Hüseyn Dərya eləyə bilərdi. Bu yeni nəsə eləyəndə özünə aid olacaq. O da yeni nəsə eləmədikcə ancaq Hüseyn Dəryanı improvizasiya eləmiş olacaq. Bugünkü meyxana deyənlər, bəzi meyxana deyənlər, amma çox geniş vüsət alıb. Özündən qabaqçı meyxana deyənləri imitasiya edib. Özündən qabaqçı meyxana deyəni imitasiya edən adam səndən qabaqçı meyxana deyən öz adı ilə yadda qalıb. Sən kimin adı ilə yadda qalacaqsan? Sən axı o hansı mövzuya necə yanaşırdı, sən də eyni şeylər eləyirsən. Bəs biz səndən də təzə nəsə eşitmək istəyirik. Biz elə oturub baxır da, cəmaət YouTube-da qoysun 2016-cı il Maçdağa toyu baxsın. Sən nə edir ki, versin o qədər pul gətirsinlər. İndi məsələ nədir? Mənə gəlir məsələn kimsə rəy yazır ki, bu da ancaq danışır meyxana demir. Qardaş mən meyxana deyirəm, sən baxmırsan. İkinci məsələ də həmin o bəzi adamların filtrindən keçmir mənim dediyim söz. Mən onu söz deyirəm, qayıdıb belə bu nə deyir? Ona nə lazımdır? Təbii ki, mən sənin istədiyin meyxananı çox rahat deyərəm. Mən sadəcə özümü inkişaf elətdirirəm. İstəyirəm ki, gördüyüm iş də məndən eyni şey olsun. Mən özümü inkişaf elətdirib təzədən dala qayıdıb sənin üçün oradan meyxana deyə bilmirəm. Mən də təbii ki, 5 dənə hədis əzbərləyib toyda gəlib deyərəm. Yəni bu işdirmi? İnsan din məsələsi çox ciddi faktordur. İnsanlar üçün mənəvi hadisədir. Elə adamlar var ki, onun üçün bir keçilməz bir səddir. Sən onu sadəcə toyda alqış almaq üçün tutmaya dəyişə bilməzsən. Əgər həqiqətən içindən gəlirsə, o heç mən kimin içindən gəlir o məsələlər, kim həqiqətən qəlbən ona bağlıdır, biz onu bilirik. Amma məsələn meyxana deyənə qayıdıb deyirsən ki, sən bəs məndən aşağıdasan. Tutaq ki, qayıdıb deyir ki, mən Əli şiyyəsiyəm, sən gör mənə nə deyirsən. O. Mən səndən dəyişirəm. Sən niyə gətirdin? Mən düşməniyəm Həzrət Əlinin. Yəni mən nəyəm ki? Mən ateistəm. Sən niyə mənə oradan girirsən mövzuya? Manipulyasiya və bilir ki, dinin mötəbər şəxsləri sevilir, insanların zəif yeridir. Deyəcəm, alqış gələcək. Orada da məsələn bir nəfər oturub, bəlkə də 1000 dənə günahı var. Deyir ki, Həzrət Əlinin adını dedi. Heç olmasa bir dənə burada durum əl salım. Buradan heç olmasa görsünlər ki, Allah, mən qəlbən əslində sevirəm. İndi 1000 dənə günahım olsa da onu da qazandırsan özünə. Bu meyxana deyil yəni. Manipulyasiyadır. Bu sən manipulyasiya. O bilsən nə oxşayır? Bir dənə sənə deyim. Tutaq ki, mən toyda 20 dəqiqə meyxana deyirəm. Bir nəfər də demir. Durur bir dənə qayıdır deyir ki, filan dini hadisə belə olub, hamı da həmin. Məsələn, Xeybər deyirlər toyda, Uhud demirlər. Xeybəri qafiyəyə görə deyirlər. Xeybər də İslam döyüşüdür, Uhud da İslam döyüşüdür. Uhudu demir, Xeybəri deyir. Xeybər çünki qafiyəyə düşür. Deməli sən burada belə qafiyələndirirsən. Uhud qafiyələnmir. Qafiyə sözü azdır. Xeybər qafiyələnir deyir. Nəsə. Tak bir dənə dini hadisə deyir. Mənim 20 dəqiqə dediyim, özümdən fikirləşib sıfırdan yığdığım bəndlər qalır qıraqda, hamı ona əl çalır. Bu bilsən nədir? Elə bilsən bir yerdə 10 ildə işləyirsən, müdir müavinisən. Mən də gəlirəm ora. Mənə də Ceyhun müəllim tapşırıb məsələn. Mənə də qoyurlar müdir müavini. Mənə Ceyhun müəllim tapşırıb deyə gəlib sənin 5 illik əziyyətindən oluram yan-yana. Tıp bir yerdə işləyirsən. 5 il əziyyət çəkdim və mənə bir dənə Ceyhun müəllimin zəngi ilə gəldim. Səninlə eyni vəzifədə işləyirəm, eyni pul alıram. Bax, bəzi meyxana deyənlər dini mötəbər şəxslərdən bu qaydada istifadə edirlər. Bir ki, mən ehtiyac yoxdur ki, mən 20 dəqiqə bir dənə duracam, bir dənə dini kuplet deyəcəm. Toy mənimdir. Denən, içindən gəlirsə denən, həqiqətən o həyatı yaşayırsansa denən. Yəni sözümün canı ondadır ki, meyxana bu günləri o rusların bir dənə sözü var, deyir ki, insanın dayanan nöqtəsi yoxdur, o ya qabağa gedir ya da dala edir. Meyxana bu günləri yeganə şeydir ki, dayanıb yerində və ancaq arxadan danışır. Gələcəyə dair heç də eləmirlər. Mən də eləmək istəyəndə, yan-yörəmdə bir 10 nəfər adam tapa bilmirəm ki, nəsə eləyim.
Mənim elədiklərim, danışdıqlarım, elədiklərim, təklif elədiyim şeylər bir çox meyxanəyə qəribə gəlir. Deyir ki, "Qardaş, nəyimə lazımdır? Mən gedirəm toya pulumu qazanıram." Mən heç vaxt meyxanaya toya pulumu qazanıram deyə getməmişəm. Yoxsa mənim intellektim mi yoxdur, siz qədər yoxdur. Mən də sizin elədiyiniz manipulyasiyanın 10 qatını eləyərəm. Pulu elə qazanmaq istəmərəm yəni. Okay. Ən azından burada danışmağa sözüm olsun. Mən bir sualım var idi ki, sənə din meyxananın hansı yerindədir? Sən əslində ona cavab vermiş oldun öz cavabından. Hə də, yəni əslində olmamalıdır və buna fikirləşirəm ki, ruhanilər fikir bildirməlidir, bir mövqe qoymalıdır. Çünki çox geniş vüsət alıb. Toylar yetəri qədər ciddi dini mötəbər şəxslərin çıtma ilə yad olunduğu yerə keçib və burada bəzi şeylər var. Məsələn, bir nəfər özünü toy eləyir. Bəydir. Bu toy insan həyatında bir dəfə olur da. Bu xoş gün. 2-3 dənə belə xoş gün olur həyatda. Öz toyun, övladımın dünyaya gəlməsi, nə bilim, onun toyu belə. Oturub bəy taxtında ən xoş günün qeyd eləyir. Sənə də pul verib ki, gəl mənim üçün meyxanadan. Sən səhnədən deyirsən ki, məclisdə məsələn içkili adamlar falan, yəni məclisdə də toydur da. Oradan deyirsən ki, Kərbəlada 6 aylıq susuz Əli Əsqər oxla vurulub öldü. Bu çox dəhşətli hadisədir. Lap heç olmasın Əhl-i Beyt. Sıradan bir insan üçün belə dəhşətli hadisədir. Buna heç baxa bilməzsən. Sən bir adamın toy günündə ona tarixin ən dəhşətli qətliamlarından birini xatırladırsan. Niyə? Bilirlər. Məsələn, biri deyir ki, deyirəm Lənkəranda niyə dini meyxana deyirsən? Belli dini təbliğ edirəm. Deyirəm Lənkərana. Onu biz sizə öyrətmişik. Sən onu nəyi ki deyirsən, onu bizdən öyrən. Lənkərandan öyrənmisən də. Sən bizə nə öyrədirsən? Yəni sən bunu olmayacaq yerdə. İnsanlar Lənkərandan çıxandan sonra dini içindən çıxarmaq olmur illərdə. Sən Lənkərana mı gəlib onu öyrədirsən? Bu əslində çox incə xəttdir də. Həqiqətən içindən gəlib onu danışan adamlar var. Həqiqətən mən elə meyxana deyən qardaşlar var ki, həqiqətən o həyatı yaşayırlar. Onların ikiyüzlü olmadığını bilirəm, riyakar olmadığını bilirəm. Həqiqətən qəlbən. Yəni çünki belə həyatda da o şeylərə diqqət eləyirlər. Onlar məsələn adi belə real həyatlarında da danışanda həmin ritorikada danışırlar. Öz ibadətlərini də eləyirlər. O deyil məsələ. Onlardan da öyrüşüm. Amma yəni gəlsən adi adam, yəni sən adi həyatında bu adam deyirsən axı sən real həyatda. O yəni gəlmisən toyda ən dəhşətli hadisəni bir adamın ən xoş günündə onun yadına salırsan. Onu onsuz da bilir. Yəni bunun ən xoş günüdür də sən bu qədər dəhşətli hadisəni niyə deyirsən ona qafiyə ilə? Sabah da diski qoyacaq ki, toyuma baxıram, toyunda gör nələrdən danışırlar. Bu çox ciddi hadisədir, çox böyük hadisədir. Yəni biz onun haqqında danışa bilmərik. Yəni mən məsələn onu çox belə geniş şərh eləyə bilmərəm. Ancaq belə səthi olaraq hadisənin faktı deyə bilərəm. İçinə girib danışmağa səlahiyyətim, ağlım, savadım çatmır. Bu qədər. Başa düşdüm. Burada bir məsələ də mənim üçün aydın oldu ki, yəni sən deyirsən ki, cəmiyyət tərəfindən sifariş nə olursa, tələb nədirsə, biz də onu təklif edirik. Bu da sizin o ümumiyyətlə televiziyada yayımlanan verilişlərdə tez-tez deyilən şey ki, meyxana insanları yanlış istiqamətə aparır. O mənada ki, yanlış həyat tərzinə yönləndirir və yaxud da insanları savadsızlaşdırır və s. bu tip sözlərin. Bunun əsl həqiqəti ondadır ki, siz tərəfdən baxanda siz gedin, görün həqiqətdə insanların savadsız eləyən nədir və yaxud da onlara təhsil lazım səviyyədə verilmirsə. Meyxana da həmin o şeyin bir qoludur. Onu düzəldin, ondan sonra biz sizə keyfiyyətli meyxana verməsək, sizin o gözləntiləriniz doğrultmasa, deyərik ki, hə, düz deyirsiniz. Zatən savadlı meyxana deyənlər var. Bugün həmin cəmiyyət savadsız meyxana deyənləri də onların böyrünə qoşub, savadsız deyənlərə istedadsız deyək. Savadsız demək, istedadsız meyxana deyənlər onların böyrünə qoşub və ağ-qaradan seçilmir. Bax, mən gedirəm futbola, bu həmin cəmiyyətdir. Bizim qardaşlarımız deyə biz onları və heç kimi də qoymarıq ki, onlara yuxarıdan aşağı baxsın. Biz də həmin cəmiyyətin üzvüyük. Məsələn, futbola baxırıq. Görürəm ki, tutaq ki, məsələn, Qarabağın oyunu etmişik və futbolda bir hücuma çıxmaq şey var. Yəni sən birinci fazadan hücuma başlayırsan, necə başlayırsan, bu başqa mövzudur. Qarabağ out başlayır öz
tərəfindən out başlayır. Geriyə pas verir Medina, Medina verir Bəhlula. Görürəm ki, məsələn, arxadan bir nəfər belə, dala niyə verirsən? Bax, adam qanmır. Futbol nədir? O elə bilir ki, PlayStation 3 oynayır. 4-5 oynamır da, o 3 oynayır ancaq. Ancaq topu qabağa vermək lazımdır. Çünki PlayStation 3-də başlayan kimi 3 buzağı basıb qapıçı ilə təkbətək çıxa bilirsən və o qədər o PS13-ü o qədər şey eliblər ki, lap belə dendiyə dönüb. O fikirləşir ki, real həyat da belədir. Yəni out'u başlayıb məsələn verirsənsə geriyə Medinaya, o da verirsə Bəhlula, belə oynamaq olmaz. Ancaq gərək qabağa atasan. Yəni hücum ancaq qabaqdadır və ya məsələn oyunçu ofsaytdadır. Hakim ofsayd bayrağını qaldırıb oyunçu etiraz belə eləmir. Başını aşağı salıb gəlir. Görürəm ki, arxadan etiraz eləyir ki, "Ay hakim, niyə saxlayırsan? Burax oynasın da." Qardaş, bilim, bu həmin adam gəlib meyxanaya da qulaq asanda eyni şey alınır. Nəticə eyni alınır. Çünki və insanların bir dənə başqa verilişdə bunu demişdim ki, insanlar özünə komfort axtarır. Hamısı istirahət eləmək istəyir. Artıq o qədər yüklənmişik ki, həyat çətindir, iş, tıxaclar, insanlar yorulurlar. Evə gəlib, oturub divanda, televizoru yandırıb istirahət eləmək istəyir. Və ya işdən sonra tutaq ki, gəlib meyxanaya qulaq asmağa, başqa bir yerə istirahət eləmək istəyir. Oturub bir də baş sındırmaq istəmir. Çünki həmin gün 6 saat, 7 saat işdə baş sındırıb. O adam da gəlir, onun nəyinə lazımdır? O qədər dərindən, "Mən niyə bu qədər fikirləşdirirsən? Səthi bildiyim nə var? Hə, falan bu günləri falan şey oldu. Ha, zor, əla." Qutardı, qulaqası getdi, onun yadından da çıxdı. Yəni problem var, mən razıyam. Deyək ki, var da bəlli sahələrdə. Mən meyxana, mətbəxin danışmasam da hər şeyin bilirəm. Problem var. Amma problemin kökünü biz yaratmamışıq. Biz də bu cəmiyyətin üzvüyük. Bizə xüsusi belə adam kimi baxırlar ki, ayrı bir kasta kimi. Elə deyil də, mən də sən kimi gedirəm zibil atıram da, yəni mən də gedirəm, biz də eyni adamıq da, yəni biz də kommunal ödəyirik, zibil atırıq. Yəni biz də tıxacda qalırıq. Hə, vallah da, yəni bizim normal həyatımız var da. Mən Messi deyirəm ki, sən mənə əlini çatmasın, ay Allah, görəsən Kərimi bir dəfə görə bilərəm, yoxsa yox, yəni də belə. Rəşad Dağlı hazırda həbsdədir də. Allah Rəşad Dağlının qapısını açsın. Özdə bu bir neçə gündür götürüb bir dənə video paylaşıblar. Rəşad Dağlı 5 il bundan qabaq hansısa tədbirdə oynayır. Paylaşıblar ki, Rəşad Dağlı həbsdən çıxdı, cəmaatı aldadırlar, like yığırlar. O çoxdankı təcrübədə insanları aldadıb like yığmaq məsələsi. Ehtiyac yoxdur elə şeylərə. Adamlar var ki, həqiqətən Rəşadı sevir və bu xəbərə bir sevinib, bir də ikinci dəfə xəyal qırıqlığına uğrayırlar. Eləməmək daha yaxşıdır. Öncə də. Like çox ucuz hadisədir valla. Mən Facebookda nöqtə qoyurdum. Nə qədər like gəldi, 3 ildir işlətmirəm yəni. Dünya dağılmır. Bax, Rəşad Dağlı həbsdən təsəvvür edir ki, bu gün azad olur. Meyxana aləmində o həbsdən azad olandan sonra, indi bilmirəm, o sonra meyxana deməyə davam edəcək yox, amma fərz edək həbsdən azad olur və meyxana deməyə davam edir. Meyxana aləmində o həbsdən azad olandan sonra nələr dəyişə bilər səncə? Nəsə dəyişəcəkmi ümumiyyətlə? Rəşad Dağlı həbsə düşəndə meyxanada nə qədər şey dəyişdi. Deməli, həbsdən azad olunanda da nə qədər şey dəyişəcək. Həqiqətən də bəzi insanlar sırf meyxanaya aiddir, bütün sahələrə aiddir. Orada o qədər vacib adam ola bilirlər ki, onlar olmayanda başa düşürsən. Yəni bu diş kimidir. Bu dişi mən burada belə bilmirdim. Bu çıxandan sonra bu nə boy diş görülmüş. Bax, meyxana vüqar biləcərini itirəndə biz necə hiss elədik ki, oydu, vüqar biləcəri gedəndən sonra nə qədər xaotik şeylər oldu. Vüqar biləcərinin ölümün bizim təsəvvür etdiyimizdən, ehtimal etdiyimizdən daha böyük idi. Və bunu biz həmin dəqiqə başa düşmədik. Həmin dəqiqə biz onun ancaq ağrısını acısını yaşadıq ki, cavan adam. Hamının sevdiyi, hamının hörmət elədiyi, hamının içdən-içə pərəstiş elədiyi vüqar biləcəri dünyadan köçdü və bu sonra başa düşdük ki, oyda, vüqar biləcəri gedəndən sonra dəhşətli hadisə, yəni meyxana belə sütunu titrədi. Rəşad Dağlı həbs olunanda eyni effektdə gördük ki, yox, yəni bu adamlar çox böyük boşluqlar yaratdı bunların olmamaq. Eyni ilə onlardan qabaq Aydın dünyadan köçmək. Aydın dünyadan köçəndə meyxana bizə nəyin itirdi həmin vaxtı.
Elə bir onu necə həmin o sözü bilmirəm. Bir dənə Aydın Xırdalanlı var idi də elə bir. Ondan bir də dünyaya gəlməyəcək. Bir dənə idi. Hamının sevdiyi, hamının bütün məsələlərdə müraciət elədiyi ki, Aydın bilir də, Aydından soruşaq. Yəni bu Aydın yəni başqa idi də, Pele. Onu necə hiss eləyirdi? İndi mənim yaş etibarı ilə həmin vaxtı meyxana demirdim deyə, məsələn, Məşədi babanın dünyadan köçəndə həmin vaxtı meyxanada nə hadisələr olub bilmirəm. Amma Məşədi babanın da dünyadan köçməyi, Məşədi baba çox hazır cavab meyxanadan olub və çox istedadlı adam olub. Dünyadan köçməyi aşağı-yuxarı eyni izi qoyub meyxanada ki, günü bu gün də Məşədi babanın meyxanada yerini görsəndiyim, onunla eyni dövrdə meyxanadan adamlar vurğulayırlar. Nə dəyişəcəyimi bilmirəm. Yəni sualıma əslində sənə cavab vermədim. Çox belə dolay yolla fırlandım ondan. Nə dəyişəcəyimi bilmirəm. Əgər Rəşad Dağlı inşallah azad olanda meyxana deməyə davam eləsə, desə, müsbətə dəyişər ki, mənfi olmaz, illa ki nələrsə dəyişər. Amma mütləq dəyişər, amma belə yəni bilmirəm nə dəyişəcək. Yaxşı, səncə indi bugünkü gündə meyxananın şərti olaraq xaç atası kimi kimisə seçəsi olsaq və yaxud da adlandırası olsaq, o şəxs kim olar? Bəlkə də meyxanaya xaç atası seçə bilmirik deyə vəziyyət pisdir. Belə bir indi bu dəqiqə mübarizə getmir meyxanada. Hamı öz işində gücündədir. Çoxalıb meyxana deyənlərin sayı. Hamı öz işində gücündədir. Belə də görək də zaman nə göstərəcək. Bəzi şeyləri ancaq zamanla bilmək olur. Bəzi insanları seçmirsən, o özü gəlir ora çıxır. Heç kim seçmir o şeydə. Burada belə seçki keçirilmir ki, kiməsə götürək səs verək. Bəzi insanlar özü gəlir həmin yerə çıxır. Hadisələrin inkişafı göstərir ki, kim kimdir. Onda bu dəqiqə meyxananın xaç atası yoxdur. Yəqin ki, yoxdur. Bəlkə zamanla olacaq. Yəni hal-hazırda belə bir mübarizə də yoxdur. Belə bir hadisə yoxdur. Bu hadisə baş vermir yəni. Yəni hamı bir nəfərin yanında cəm olmayıb bax. Mən buna öz müşahidəmə görə deyirəm. Bəlkə də yanılıram. Meyxana aləmi tez-tez oğru aləmi ilə assosiasiya edilir insanlar tərəfindən. Mən bunu görmüşəm, müşahidə etmişəm. Məktəb illərində də müşahidə etmişəm. Əvvəllər idi, sonra zamanla o rabitə qopdu. Nəyə görə idi səndə bu? Nə bilim vallah. Yəni bu mən həmin dövrlərə sirayət eləməmişəm demək olar ki, meyxanadan olaraq və özümün də improvizasiyamda o terminologiyadan istifadə eləmirəm və onun niyə elə olduğuna dair də konkret olaraq bir belə monoloq qoya bilmərəm ortaya. Sadəcə yəni belə də zamanla olub da o da bu cəmiyyətdə olub və o da buna sirayət eləyib belə yəni. Çox təhlükəli suallar versən ha. Təhlükəli suallar versən. Yaxşı, sən bir buraxılışın var. Samirgillə, Samir və Elçinlə Vuvuzellada. Bəli. Salamlayıram səni buradan. Samir və Elçin. Elçinlə bizim bir neçə podkastlarımız olub. Elçinə atmamışam da. Elçin deyirəm ki, Elçin sən o türk seriallarında kuzen olur, kuzen gizlin kimləsə sevgili olur. Həmin adam oxşuyur. Elçin Türkiyədə təhsil alıb da, həm də biraz görünüşü də o təsiratı bəlkə də yaradır, imici. Elçin şeydi də, yarın ilk uçakla Londraya gidiyorsun. Elə cəzalandırırlar onu. Elçin də buradan salamlayırıq. Elçin Messi Ronaldo'dan yaxşı futbol oynayır. Aha. Və orada siz uzun-uzadı bu mövzuya toxunursunuz. Mən istəyirəm ki, burada da biz bu haqda biraz danışaq. Sənin üçün Xəzər Lənkəran nədir? Xəzər Lənkəran məbəd. Xəzər Lənkəran yekdir. O söz var da, belə bir söz. Damarlarında axan qan ağyaşıl axır. Gözlərim ağyaşıldır. Xəzər Lənkəran, ya qardaşım, bax, sən necə izah edeyim? Bax, deyəcəm, indi mən izləyicilərə də fikrimi çatdıracağam. Uşaq olanda velosiped istəyən uşağın hissləri nə qədər saf və ülvidir. Top istəyən uşaq. Deyək ki, ailəsinin də imkanı çatmır ona velosiped almaq. O biraz da həmin o hərarətlə onu istəyir. Amma onun fonunda heç bir başqa bir təmənna yoxdur. Heç nə yoxdur. Dərs oxumağa, hər şey eləməyə razıdır ki, ona bir dənə velosiped alınsın. Həsədlə məsələn hansısa dostuna bax. Bax, Xəzər Lənkərana 31 yaşım var, elə istəyirəm. Yəni mən Xəzər Lənkəranı
necə istədiyimi, mən yuxuda görürəm Xəzər Lənkəran. Bir dənə fikirləş. Bir dəfə bir səninlə yuxu görmüşəm vallahi. Yəni belə Allah haqqı görmüşəm də, yəni. Vicdanıma and olsun, yəni bu senaristəm deyə fikirləşərlər ki, vicdanıma and olsun bu yuxunu görmüşəm. Yuxuda görürəm ki, Xəzər Lənkəran öz meydanında oynayır, bizim Lənkəran meydanında. Stadion dolu bağzına kimi. Həmin o təzəliyindədir. İndi biraz belə kökdən düşüb. O təzəliyindədir ilk dəfəki kimi. Amma bir dənə əmma var. Hamı sakitdir, heç kimin səsi çıxmır. 15.000 adam var, sakit və işıqları stadionun çox aşağıdır. Belə telefonun ekran işığını alarsan, belə alatorandır. Amma içəridə futbol gedir. Xəzərlə Neftçi oynayır. Sakitdir və bilmirəm hesab neçədir. Nəsə qışqırmaq istəyirəm. Bir nəfər gəlir mənə yaxınlaşır deyir ki, sakit qala qışqırma, yoxsa bağlayarıq Xəzər Lənkəranı. Bağlayarıq Xəzər Lənkəranı, qoymarıq sizi bir də futbola baxasınız. Belə görürəm ki, hamı beləcə sakit oturub ki, belə xaotik yuxu idi. Yəni ki, əcdah yuxudur. Super and ssenari. Allaha and olsun görmüşəm də bu yuxunu və mən davamlı şəkildə bilirsən nə qədər görürəm ki, məsələn Xəzər Lənkəran kimsə odur, yuxuda görürəm ki, odur, qalxıram yuxudan görürəm ki, yuxuymuş da, yəni. Bir də yuxunun reallığı. Mən sənə deyim də, gecə yəni çox vaxt mənim telefonumda da nə qədər beləncə yüklədiyim videolar. Otururam belə Xəzər Lənkəranın köhnə videolarına baxıram. O gün bir dənə video çıxıb qabağıma. Stadionun açılışı olub. Xəzər Lənkərandan Neftçi oynayır. Orada Zaur Ramazanov qol vurur. Buradan Zaur Ramazanovu da salamlayıram. Sən çox möhtəşəm futbolçu olmusan Zaur. Bizim legendamızsan, əfsanəmizsən. Hə. Zaur Ramazanov qol vurur. Mən onda 6-7-ci sinifdə oxuyurdum. Və o qola elə bir ki, Zaur Ramazanov bu qapıya vurur. Mən qapının arxasından baxmışam da o qola. İndiyə qədər o gözümün qabağındadır ki, o topunu necə verirlər bura. Çox möhtəşəm günlər idi. Çox istəyirəm ki, Xəzər Lənkəran bərpa olsun. Bizim Xəzər Lənkəran Azərbaycan futboluna bir yeni nəfəs gətirəcək. Yəni 100%. Bəlkə də gedib nə bilim, bu gün Qarabağ Azərbaycan futbolundan qopub. O Avropaya atılır. Raket uçurub kosmosa. O özündən belə modul buraxır. Bu Qarabağ Azərbaycan futbolunu belə buraxıb gedib. Qarabağın oynadığı futbolla digər komandalarımızın oynadığı futbolun arasında yerlə göy qədər fərq. Chelsea ilə mən bir söz deyim sənə. Mən futbol izləyən deyiləm. Həyatımda futbol meydançasına və futbol izləmə məsələsi məndə Xəzərdən olub. Yəni məktəbdə oxuyurdum. Elədir ya. Yəni mənim üçün Xəzər Lənkəran məsəl üçün nədir? Evin yay balkonun qapısı açıq və o stadion səsi gəlir, orada o uğultu evə qədər gəlir. Halbuki stadiona çıxıb getsən bir piyada yarım saat 40 dəqiqəyə çatarsan. O səs hər yanı götürüb və biz televiziyadan canlı baxırıq bütün ailənin. Baxmayaraq ki, ailədən heç kəs futbolla maraqlanmır. Heç kəs maraqlanmır. Lənkəranda bütün ailələr belə deyir, deyim sizə. Ya bizdə məsəl üçün futbolla maraqlanır. Nə atam deyim ki, futbol həvəskar olub. Mənim də atam futbola qəti marağı yoxdur. Çünki ailələr var ki, ata oğul oturub baxırlar da, hansı Çempionlar Liqası falan. Mən atam deyir ki, sən nə deyə düşmüsən futbola? Dedim, yox, baxıram da. Deyinirdi məndən. Dedim, apar mən futbola işləydi. Mən aparmaq lazımdır, balacayam. 4-də 5-də oxuyuram. Bir nəfər aparmalıdır mən futbola ya. Daima zadıma yalvarırdım. Dayı sənə də salamlayıram buradan. Atam sənə də salamlayıram. Biz də salamlayırıq. Apardım daima. Mən də salamlayıram. Daima mən bir dəfə Xəzər Lənkəran Turan Tovuz oyununu aparıb. Xəzər Lənkəran həmin oyunu 1-0 udub. Neçənci il idi təxmini? Özdə bilsən hansı ingilis dili dərsində idim. Leyla Rafailovla dərsi idi mənə. Dərs tutardı. Daim gəldi mənə götürdü məktəbdən, getdik. Xəzər Lənkəran Turan oyununa mən, dayım, bir də Sərxan. Bir qeyd eləmək istəyirəm ki, bizim oxuduğumuz məktəbdən stadiona belə də uzaq deyil. Hə, yox, uzaq deyil, 10 dəqiqədə yəni. O qardaşım Sərxan, özü qol olanda Sərxan qaçdı belə. Necə oldu? Dayım futbola baxdı, göyə baxırsan bayadan. Balaca idi da Sərxan. 2-də oxuyurdu. Mən oxuyurdum 5-də. Ha, o səndən yaşca balacadır qardaşım. Sərxan məndən balacadır. Sərxan bu arada 2013-də qutarıb, 14-də qutarıb. 2 il balacadır mən. Sənin qardaşını da salamlayırıq. Sərxan buradan salamlayırıq. Sərxan Instagramda daha çox o yanlış yazılmış şərhləri şərh edən bir şəklini qoyar da. Bura Sərxanın şəklini qoya bilirik. Belə mənim ovcum üçün Sərxan Kərim. Bu mənim balaca qardaşımdır. Hə. Ona adətən deyirlər. Bir dəfə biri gəlib yazıb ki, Kərim sənin qardaşındır. Niyə yalandan desən Kərim mənim qardaşımdır? Qardaşıdır, rahat olun. Sonra Şaxdağ Samurla oynayırmışıq. 5-0 udub Xəzər Şaxdağ Samur. Şaxdağ Samurla oynayırmışıq. Sonra Lənkəranda Şərurla oynadı bir dəfə Xəzər. Fevralın 9-u 2000
2006-cı il. Niyə fevralın 9-unu yadımda saxlamışam? Çünki həmin günü sinif yoldaşımın ad günü idi Həmidin. Biz getmişdik onlara. Atası dedi ki, Xəzər oynayacaq, gəlsin Xəzərin oyununu aparım. O da kompleksdə oynayırdı Xəzər. Düz evlərinin yanıydı, İstanbulda ya. Getdik orada futbola baxdıq. Xəzər Lənkəran Şəruru 9-0 utdu. Şərur 2-ci divizyon komandası idi də, onda kubokda qarşılaşmışdılar. Belə mənim möhtəşəm xatirələrim var. Mən Xəzər Lənkəran haqqında o qədər dataları dəqiq yadımda saxlamışam ki, deməli bu yaxınlarda bir toydaydı. Zahir Ramazanov da oradaydı. Zahir Ramazanovla danışıram. Deyirəm ki, yadıma gəlir. Lənkəranda Karvanla oynadıq. 1-0 utduq. 87-ci dəqiqədə sən qol vurdun. Sonra orada 3-0 uduzduq. Kubokun yarım finalında çıxdıq. Qayıtdı ki, yadımdadır amma 3-0 uduzmamışıq, 3-1 uduzmuşuq. Dedim, əmi sən bizim əfsanəmiz, başımızın tacısan. Amma 3-0 uduzmuşuq. Deyir, yox, 3-1 uduzmuşuq da mən bilmirəm. Mən orada da qol vurmuşum. İndi bu yanımızda da bir iki nəfər başqa adam var. İndi onlarla danışa mən biraz Google-da elədim, göstərdim ki, bax da qardaşım 3-0 uduzmusunuz da mən səndən yaxşı bilirəm ki, Xəzər harda uduzub. Onlar əslində çempionat oyunda 3-1 uduzmuşdular. O şeyi qarışdırırdı. Ya mənim üçün yəni Xəzər Lənkəran tamam başqa bir yerdədir. Yəni nə olar Xəzər Lənkəranı qaytarın xahiş edirəm. Bərpa edin. Yəni Xəzər mənim yenə də deyirəm də canlı iştirak eləyib də futbolu baxdığım və mən yadımda deyil hansı komanda idi, amma yadımdadır ki, mən stadiondaydım, adamla dolu idi və stadion dağılırdı. Mən belə enerji görməmişdim həyatımda. Mən onda başa düşdüm ki, ona qədər həmişə eşidirdim, insanlar deyirdi, televiziyadan deyirlər ki, fırtınalar meydanı. Mən başa düşmürdüm ki, nədir? Mən orada olanda başa düşdüm ki, bu Türkiyədə Fenerbahçe ilə Galatasaray var, bunlar elə belə, bunların arasında qırğın gedir falan. Bu nəyə görə Xəzər Lənkərana, stadionuna, fanatlarına, ora ümumiyyətlə fırtınalar meydanı deyilir. Çünki sən ümumiyyətlə futbolla maraqlanmayan insan belə olsan, o enerjini onun içində olanda sən onu hiss eləyirsən. Bizim məktəbdə bir məşhur, ikimizin də tanıdığımız uşaq vardı, adını çəkmirəm, eybini atmayım deyə. Özü ilə də aram indi yaxşı deyil deyə, ümumiyyətlə adını çəkməyim ona biraz pis təsir eləyir, amma deyim olmuşdu. Nəsə bunu bir dəfə getdik, apardıq özümüzdən futbola. Apardıq. Yəni futbolu izləməyə. O da Xəzər Lənkəranın oyununa. Nəsə Xəzər bilsən kimlə oynayırdı? Olimpiklə oynayırdı. 2 dəfə geriyə düşdü hesabda. 1-0 geriyə düşdü, gəldi 1-1 elədi. 2-1 geriyə düşdü, gəldi 3-2 elədi. Utdu Xəzər həmin oyunu. Emin Quliyev qol vurdu. Emin Quliyevin qol vurmağı yadımdadır. 3-2 utdu oyunu. Stadionda bir dənə səs-küy var. Təsəvvür 5 dənə qol vurulub, qol buraxmısan, təzədən komandan qol vurub, geri düşüb, irəli çıxıb. Bu faktorlar daha da səs-küylü edir oyunu. Çöndü arxaya baxdı ki, bu yatıb. Bax sənə podkast tutarsın deyəcəm o adam kim idi. Özün də deyirsən ki, ayda o elə o ancaq o eləyər. Bizim məktəbdə oxuyurdu. Qardaş, o səs-küydə var ha. İnsan ölə bilməz. Sən necə yatmısan? Bizə necə bir dənə səs-küy var? Gördük ki, belə lap yuxarı qalxıb, ən yuxarı. Orada söykənib beləsinə daşa, yuxuluyub cəhənnəmdir ora. Orada 15 min adam sənin böyründə oturub qışqırır və stadionun akustikası elədi ki, üstünün tavanı elədi ki, səs oradan da bir ayrı akustika yaradır da, o belə səs oradan dəyir qayıdır. Amma burada yatmaq olar. Bir şey ki, Ləvəngiyə qol səsi gəlirdi. Xəzər stadionunda qol vurulanda Ləvəngidən eşidirdin ki, Xəzər qol vurdu. Və ya hücumu qaçırtdı. Bir dənə beləsinə bərk səs gəldi, dayanırdı. Bildin ki, Xəzər təhlükəli hücum elədi, vura bilmədi. Qardaş, sən bu səs gelincə yatdın. Mən var, o şeylərdə dəhşət xatirələrim var ya. Hə, mən indi söhbət hardan hara gəldi? Yəni Xəzər barədə danışsaq çox danışarıq. Mənim ümumi düşüncəm budur ki, Xəzər Lənkəran bərpa olsa, yenidən oynasa, yəni buna yatırım edilsə, ümumilikdə Cənub bölgəsinin turizm potensialı zaten çoxdur və hələ də lazımi səviyyədə istifadə olunmur. Mən bunu hər il görürəm yayda ora gedəndə. Amma mən düşünürəm ki, bir yüz artacaq, iş yerləri artacaq. Yəni adi turistlər üçün belə gələndə orada nə qədər iş yeri, nə qədər, yəni insanlar zaten indi hamı paytaxta gəlir də, hamı regionlardan paytaxta gəlir, amma orada çoxlu iş yeri yaratmaq olar bu baxımdan. Bax bizim hər hansısa bir xarici ölkədən bu məsələdə heç bir əskiyimiz yoxdur. Düzdür, biz bunu bu gün başlasaq eləməyə bəlkə bir 15 ilə 20 ilə bu proses tamamlanar. Yo, mən üzr istəyirəm, əminəm ki, daha tez olur. Çünki indi internet var, daha çox tez futbolu deyirəm, futbolun inkişafı turizmi deyirəm. Bizim də bütün bölgələrimizdə çempionatı maraqlı eləyə bilərik, daha da maraqlı eləyə bilərik. Sadəcə buna inanmaq lazımdır və bu komandaların, ümumiyyətlə çempionatın
belə sən necə deyim, genişlətmək lazımdır. 10-12 nəfərlə, 10 komanda ilə çempionat olmur. 10 komanda ilə çempionat da tap qutardı İndi çempionat. neçə komanda var? 10-dur ya da 10-dur da. Əvvəldən qədərdi 2000-dən 8 dənə əvvəldən. idi, əvvəl 8. Xəzər Lənkəran yanında 18 dənə komanda vardı çempionatda. Ha, yadımdadır ki, çox idi. İndi o adları görmürəm. 18 dənə komanda var idi və o daha rəqabətlidir. Buradan 3 xal itirir. İndi çempionatda 3 dənə oyun uduzdun, artıq çempionluq getdi də, yəni qutardı da. Çempion ola bilməyəcəksən. Çünki komanda sayı azdır. Sən bunu hardan bərpa edəcəksən? Sənin rəqabətdə olduğun komanda da uduzmalıdır axı. O uduzmayacaq. Amma əvvəl çempion olan komandanın baxırdın ki, məsələn 7 dənə məğlubiyyəti var. 5 dənə heç heçəsi var. Qalanları qələbədir, gəlib çempion olub. Biz də bu Azərbaycanda bizim bütün bölgələr futbolu sevir. Hansı bölgənin komandası varsa, hamısı həmin oyunlara gedir. O komandaların biraz da elə bil dəstək olmaqla, bütün xəttlərin onların açmaqla və komandaları dağılan bölgələrin də, məsələn Xəzər Lənkəranı bərpa elə, Masallını bərpa elə, Cənub derbisi olsun, Xəzər Lənkəranla Masallı. Biz özümüz orada bir dənə belə şou yaradaq. Rəqabət olsun. Belə Xəzər Lənkəran Gəncə oyunları var idi. Təzədən həmin o ruhu qaytarıb. İnandırıram səni ki, bax məsələn Azərbaycana futbolçu gətirmək çətindir. Niyə? Məsələn, deyirlər ki, Qarabağ niyə gedib məsələn 7 milyon verib futbolçu almır? Qardaşım, 7 milyonluq futbolçunu Qarabağ alıb 8 dənə Çempionlar Liqası oynayacaq. Yerdə qalır 34 dənə Azərbaycan çempionatı. 34 dənə Azərbaycan çempionatında nə edir 7 milyonluq hücumçunu Qarabağ? Bu iqtisadi intihardır da, yəni. Bunu gətirib orada nəyə oynadacaq? Bu o biri oyunçularla ola bilər də çempion. Çempionlar Liqasına getdim. O oyunçu da gələndə deyir ki, gəlmə Qarabağa. Harda oynayacağam mən? Deyir ki, məsələn Çempionlar Liqası. Deyir, bildim Çempionlar Liqası sənin çempionatın var, kubokun var özün. Orada harda oynayacağam? Hansı komandayla oynayacağam? Tanımır. Amma biz burada bu komandaların yavaş-yavaş hamısının düzəltməklə, Qarabağla rəqabətə salmaq lazımdır ki, o biri komandalar da inkişaf eləsin. Çünki çox qopub, Qarabağ çox güclüdür. Həddən artıq güclüdür Qarabağ Azərbaycan futbolundan. Yavaş-yavaş bu komandaları da ona yaxınlaşdırmaqla ümumi Azərbaycan futbolunun səviyyəsini qaldırmaq olar və bu yaxşı şeylərə yol açar. Nə qəşəng danışdım olar. Mən iş verin affada. İndi mən o günləri deyirəm ki, evdə biz Chelsea ilə Qarabağın oyununa baxırıq. Mən belə bir şey görməmişəm. 2009-2013-də birinci tələbəlik illərimdə uşaqlar hamı baxırdı. Mən komandalardan başım çıxmırdı. Yəni Arsenal'la Barcelona oynayanda Arsenal ilə Barcelona yəni adamam da. Və yəni o oyunları görürdüm. Tutaq ki, Cristiano Ronaldo və s. oynayırdılar da onlar. Mən baxıram ki, o qırğın gedir ki, Qarabağ deyirsən bəyə qarab. Yəni mən baxdım ki, bu Azərbaycan komandasıdır bu oynayan. Qarabağ sən necə çətindir orada? Qarabağ didirdi məncə. Məncə didirdi. Kaşuk axırıncın vursaydı udurdu. Mən sənə söz deyirəm, Kaşuk axırıncın vursaydı udurdu. Bax, Qarabağ elə bir dənə yerdə oynayır ki, orada 1 saniyənin hökmü var. Bax, 1 saniyə. Sən Qarabağın qabağında oynayır Riz James, Chelsea-nin sağ cinah müdafiəçisi. O bir tərəfdən Cucurella oynayırdı. O da ki, yəni ona niyə kart vermədilər? Cucurella o bura vurursa ona bir əsəbləşdim. O var, o qədər faul eləyib. Oyunda bir dənə Kadini zədəliyib. Analoji hərəkət elə bilirsən, bir tur əvvəl olmuşdu, bir gün əvvəl olmuşdu. Həmin adama qırmızı kart vermişdilər. Cucurella heç nə vermirlər. Yəqin Ceyhun müəllim tapşırıb onu. Hə, Ceyhun müəllim onu tapşırıb. Ondan sonra da neçə dənə faul eləyir. Yəni futbolda qayda var da, bir oyunçu analoji tap batarıb xroniki faullar eləyirsə, axırdan sarı verir ki, dayan da, sən elə bayaqdan elə taktiki faullar eləyirsən, sağ qutaraq da bəsdir yekunlaşaq. Ona kart vermədi oyun boyu. Dəhşət bir şeydir. Yəni o təqribən ikinci hissənin ən belə yaxşıya hörməti ikinci hissənin 60-cı dəqiqəsində də olmamaydı oyunda. Amma mən o oyunda, Qarabağ-Chelsea oyununda nəyin fərqinə vardım? O söz var, deyir, futbolçular 90 dəqiqə oynamalıdırlar. Onlar 90 dəqiqə, 93, onlar qırğın elədilər. O oyun deyil. Sona qədər bu elə bil ki, nə bilim, elə bil ikinci Qarabağ müharibəsi gedirdi orada. Yəni o dərəcədə sona qədər nətər onlar top aldı, getdi bura, burada savaşırlar, gəldilər. Hər mövqedə savaş gedirdi elə bil. Çox möhtəşəm oyun idi. Mən çox zövq aldım. Açıqca yəni futbola baxıb zövq almaq. Qurban müəllimə yəni böyük təşəkkür eləmək lazımdır. O Qurban müəllim Azərbaycan futboluna verilmiş bir lütfdür. Yəni Qurban Qurbanova sağlığında heykəl qoysalar, yeri var. Yeri var, bəli. Yəni o bizə elə şeylər yaşadır ki, bu gün Azərbaycan cəmiyyətinə elə şeylər yaşadır ki. Bizə adiləşib cəmaət. Deyir ki,
O nə var ya bunu udmağa? Sən yəni 10 il bundan qabaq Gözləntin o idi ki 10-0 olacaq ondan. Hə də sən 10 il bundan qabaq dedin ki, görəsən 2 dənə mərhələ keçə bilərik Çempionlar Liqasında. Sən indi qrupdan çıxmağın və Chelsea adam var belə o yəni Chelsea udmadı. Bunu da deyən var. Əslində bu çox möhtəşəmdir ki, bu qədər yəni gör nə qədər. Mənim də tanıdığım adam vardı, addadı onun. Qarabağ Chelsea oyunu gedə-gedə götürüb Qarabağın qələbəsinə pul qoyub. Gör nə qədər inanır Qarabağın udacağına. Yəni bu deməkdir ki, Qurbanov və onun komandası Azərbaycanda futbola inamı bərpa eləyib və bizə xəyal eləmədiyimiz şeyləri yaşatır. Yəni vallahi bu dəqiqə dilə ki, görəsən Qarabağ Avroliqanı uda bilər, yəni Çempionlar Liqasını deyək ki, uda bilmədi. Görəsən Avroliqanı uda bilər. Kərim, biz futbol mövzusundan keçid eləyək məni tez-tez düşündürən mövzuya. Bu da ara sıra gündəmə gəlir bu məsələ. Bu rus bölməsi, Azərbaycan dili bölməsi məsələsidir. Biz ikimiz də rus bölməsində təhsil almışıq. Bununla bağlı insanların müxtəlif təşrifləri olur da. Məsələn, kimsə deyir ki, rus bölmələri bağlanmalıdır. Kimsə də deyir ki, yox, bağlanmamalıdır. Sadəcə dövlət tərəfindən maliyyələşməməlidir, sırf ödənişli olmalıdır. Mən bu barədə düşünürdüm o günləri. Amma bir yerdə bu fikrə gəldim ki, fərz eləyək ki, rus bölmələri pullu oldu, ödənişli oldu. Digər tutaq ki, ingilis dilində olan liseylər kimi və s. Məndə bir fikir yarandı ki, onda yəqin ki, insanlar yenə də ora axın edəcək. Çünki o bir şey pulsuz olanda o daha az tələbat olur, sonra pullu olanda biraz dəyərə minir. Olar, nə düşünürsən? Bu psixologiya onsuz dünyanın hər yerində keçərlidir. Bir şey qiyməti daha bahadırsa, daha çox diqqət cəlb eləyir. Belə bir manipulyasiya növüdür də. İnsanlar manipulyasiya olurlar ona. Bu barədə nə fikirləşirəm deyəndə ki, məsələn biz rusca oxumuşuq. Tutaq ki, sən də mən də. Biz indi nə olub ki bizə? Yəni mən buradan nə artıq hərəkət edirəm? Mən də bu xalqın elin övladıyam. Mənim əlavə dil bilməyim nəyə pisdir ki? Tutaq ki, bilmirəm o dili və ya bilirəm. Bilən adamla bilməyən adamın arasında yeganə bir dənə fərq odur ki, məsələn, tutaq ki, bir kitab Azərbaycanca yoxdursa, rusca varsa, mən onu oxuya bilirəm, sən oxuya bilmirsən. Bizim aramızda başqa heç bir fərq yoxdur. Və ya tutaq ki, bir informasiya mənə lazımdır Google-da, onu Azərbaycanca tapa bilmirəm, rus dilində axtarıram, tapıram. Yoxsa mənim və ya digər başqa rus dili bilənin bilməyənlə nə üstünlüyü var ki, nə sadəcə əlavə dildə, istəyən İspan dilini öyrən. Ola bilər ki, bu fikir oradan yaranıb ki, ruspərəstlik, nə bilim, başqa ölkəyə meyl etmə. Bu ayrı məsələdir, amma məsələn biz rus məktəbində oxuyub ruspərəst olmamışıq, yəni bizim öz vətənimiz var, qurban olum Azərbaycan hər qarşına. Və fikirləşirəm ki, bütün əqidəli adamlar bu fikirdədirlər. Əlavə dil bilməyindən asılı olmayaq. İndi mən Portuqal dilini bilsəydim, Portuqal pərəst olmayacaqdım ki. Bizim üçün Messi, Ronaldodan daha yaxşı futbolçu deyən bir şey ki. Ya bu daha çox o kontekstdə istifadə olunur ki, rus bölmələri bağlanmalı. Nəinki dil bilmə. Kimsə gedib rus dilini öyrənə bilər özü də sərbəst formada. Burada sırf rus bölmələrinin bağlanması. Rus sektoru bağlanmalıdır. Yəni əgər həqiqətən hansısa bir ortaya qoydular, ciddi sağlam argument varsa, mən bilmirəm də, biraz uzağım o şeylərdən. Əgər ortaya qoydular sağlam argument varsa ki, filan şeylərə görə bağlasınlar da. Amma yəni buna nə lüzum var, onu bilmirəm yəni. Onu başa düşmürəm. Biz məktəbdə rus oxumuşuq, yəni heç bir problem yox idi yəni. Rus sektoru, az sektor gör kimi də yola gedirdik. Mən yenə də meyxananın sırf içində olmadığıma görə bu sual verirəm. Vüqar Biləcəri ki, dünyasını dəyişdi və ondan sonra məncə daha da çox insan onu tanıdı. Vüqar Biləcərinin meyxana üçün dəyəri nə idi, nədən ibarətdir? Bu sahənin içində olan bir adam kimi meyxana ilə də maraqlanmayan, sadəcə bəzən dinləyən adamlara nə cür bunu izah edə bilərsən? Vüqar Biləcəri meyxana bizə nəyi daha inkişaf elətdirdi? Meyxanaya əruz vəzini daha çox istifadə eləməyə başladı, Aydın Xırdalanlı. Vüqar Biləcəri elə bil ki, onun gəldi ən prime dövrünü göstərdi meyxanada. Vüqar Biləcəri əruz qafiyə tutdu. Elə gözəl onun belə insanları çətinə salmaq üçün çətin qafiyələr tutmur deyə Vüqar. Bildiyimiz həzəc, rəməl, bu kimi qəliblərdə qafiyələr tuturdu, amma elə gözəl onun dili yatırdı. Məsələn, bilirsən belə şey dedi. Deyir ki, əhsən elə bir şəxsə ibadətdədir, kamildir. Allah tərəfindən əbədi təbmənə şamildir. Bəndi elə axıcı gözəl gətirirdi. Vüqar Biləcəri çox cavan meyxana deyənin
motivasiya mənbəyi olub. Ona baxıblar ki, Vüqar Biləcəri gözəl meyxana idi. Gözəl də insan idi. Allah ona rəhmət eləsin. Vüqar Biləcərin meyxanadakı yeri odur ki, 5 ildir rəhmətə gedib Vüqar. Hələ də hər toy Vüqar Biləcərin adı çəkilir. Hər toy elə bir meyxana məclisi, elə bir toy yoxdur ki, orada Vüqar Biləcəri yad olunmasın. Bəli, elə meyxana deyənlər var ki, Vüqar Biləcərinin adını alqış alsınlar deyə çəkirlər. Amma əksəri həqiqətən də içsən-içə Vüqar Biləcəriyə böyük sayğı, hörmət, sevgi bəsləyir. Bayaq biz bir mövzuya toxunduq. Cənub bölgəsindən kifayət qədər dəstək almamaqla bağlı. Belə bir şey də sual mən qeyd eləmişəm özüm üçün ki, sənin ki bu Kərim abi təxəllüs olaraq abi qalıb və sən bunu müxtəlif verilişlərdə demisən də nəyə görə yardım onu təşkil etmək istəmirəm. Bu Kərim abi təxəllüsünün Kərim Lənkəranlı təxəllüsünə dəyişmə ehtimalı var. Bəlkə onun da sirri də burdadır. Yox, mən belə yanaşmaq istəmirəm də məsələyə də. Yəni mən onsuz hamı Lənkəranlı kimi tanıyır da. Bir var ki, məsələn, adım Kərim Lənkəranlı olsun, amma Lənkərana dair heç zad eləməyim. Məsələn, o qədər belə meyxana deyən var ki, falan yeri, amma o yer üçün heç zad eləməyim. Lənkəranda bir dənə şey olsun, mən orada ən başda gələcəm. Bizdə qanunsuz meşə söküldülər, meşələri kəsirdilər. Ondan birinci işıqlandıran mən olmuşam. Adımın qabağında Lənkəran, o biri bu biri nə olan meyxana deyənlər heç xəbərlər olmayıb. Yəni Lənkəranlı olmaq, adımın qabağında Lənkəranlı qoymaq demək deyil. O xalqa, torpağa xidmət eləməkdir. Mən çıxıram verilişlərdə də əgər bir bildiyim bir şey varsa, bunu Lənkəranın adına təqdim eləməliyəm, eləyirəm. Öz sosial şəbəkələrimdə əgər Lənkərana bir faydam dəyəcək, xeyrim dəyəcəksə, sosial şəbəkələrimdə də ondan istifadə edirəm. İndi mənim əlimdəki resurslar nə qədərdirsə o qədər. Adımın qabağına Lənkəranını qoyub Lənkəran üçün heç nə eləməməkdənsə, Kərim olaraq Lənkəran üçün nəsə eləmək daha yaxşıdır. Yəni əsl Lənkəran nə elə olur? Dildə yox, əməldə. Lənkərançılıq da. Yalan deyirsən bəyəm. Belə bir müşahidə elədim o günləri. Biz bu podkastı çəkirik. Qələbənin 2-ci Qarabağ müharibəsində Qələbənin ildönümünün ərəfələridir də, daha doğrusu yeni keçib. Mən o günləri o bayram günü idi ya elə bir gün qalmışdı. Yolla gedirdim və eşitdim ki, hər tərəfdə bu mahnı oxudulurdu. O Yaşa Azərbaycan, Yaşa Azərbaycan. Bu mahnı orada batdım mans. Hə, bilmirdim. Amma hər tərəfdə eşitmişəm deyə mahnını bilirəm. Müəllifin bilmirdim də. Mən nə demək istəyirəm burada? Bu mahnı yanılmıramsa, əgər yaddaşım mənə anlatmırsa, müharibə ya gedən vaxtı, ya da müharibə yeni bitmişdi çıxdı da. Bəli, belə təqribən həmin ərəfələrdir. Bax, bu mahnını Azərbaycanda əminəm ki, ən azından Yaşa Azərbaycan söz birləşməsin o mahnı kontekstində eşitməyən, bilməyən adam qalmayıb. Meyxanadır da bu, biləsən yəni. Hə, bu meyxana. Kürəyin söyküyübdü, qardaşa Azərbaycan, yaşa Azərbaycan. Meyxanat da, Nurlan Ordubadda da meyxana deyən. Düzdür, bu mahnı kimi, amma şeir kimi yazılıb da, yəni bu meyxana səpkisində yazılmış bir, yəni əslində musiqili meyxanaya daha yaxındır, nəinki mahnıya, yəni meyxanadır. Və sən deyim ki, Chelsea də bunu öz səhifəsində paylaşmışdı. Yox, üzr istəyirəm, qarşıladım. Atletik Bilbao. Qarabağ Atletik Bilbao qonağı olanda, onlar öz rəsmi səhifəsində Qarabağ haqqında bir dənə belə teaser çəkmişdilər. Üstündə də o mahnı idi ki, Yaşa Azərbaycan. Hə, bunun nə soruşacaqdım? Hə, bunun sualım nə idi? Sualım ondan ibarətdir ki, bax, müharibədən sonra belə bir mənim də şəxsən tanıdığım və dünya çapına çıxa biləcək, həqiqətən, yəni buna əminəm, bunun şübhəsiz deyirəm və ehtimalləndirmirəm də, dünya çapına çıxa biləcək Azərbaycanlı gənc bəstəkarlar var ki, şəxsən tanıyıram. Onlar belə müharibə ilə bağlı onların musiqiləri vardı ki, bəstələnmişdi, bəzilərini eşitmişəm. Müxtəlif bəstələr oldu, amma onların heç biri xalqın içinə çıxıb belə geniş yayıla bilmədi. İndi düzdür, burada onun format məsələsi var da, misal hansısa bir musiqi biraz daha intellektual kütləmi istəyir və yaxud da hansısa musiqi daha rahat həzm olunandır deyə hər kəs üçün əl çatandır. Bu məsələ var. Bu kontekstdə mənə bilsən nə maraqlıdır? Mən düşünürdüm ki, yaxşı 50 il sonra nə olacaq? Ola bilsin 50 il sonra bəlkə hansısa bir bəstəkar dura belə bir musiqi bəstələyə ki, bütün Azərbaycan xalqı və yaxud da Azərbaycan dilində danışan insanlar onu dinləsin, dinləmiş olsun, o trenddə olsun. Meyxana bu kontekstdə
səncə meyxananın gələcəyini nə gözləyir? Bunu da nəyə görə bu sual hardan yarandı? Çünki sizin meyxanaçıların müxtəlif verilişlərdə danışıldığı, onlara irad bildirirlər ki, meyxana sənətdir bu mövzuda danışılanda orada adətən bu söz gedir də ki, 100 ildir bu yaranıb daha çox səslənir. Yəni 50 il sonra səncə bu ola bilərmi ki, artıq bu söhbətlər getməsin, normal qəbul edilsin, hətta müəyyən dərsliklərdə bundan nümunələr olsun. Bəlkə belə deyim də İncəsənət Universitetində və yaxud da hansı musiqi məktəbində meyxanaçı ixtisası olsun və orada qəbul da olsun. Ola bilər. Bu dediklərin hər biri ola bilər və heç biri olmaya da bilər. Bax, burada məsələ nədir? Meyxananı öyrətmək olmur kiməsə. Kimsə deyirsə ki, kiməsə meyxana öyrətmək olur, özü də meyxana deyə bilmir. Texniki olaraq o şey, meyxana bir bacarıqdır. Bu əlahiddə bacarıq deyil, onu bilmirəm. O bir bacarıqdır. Bilən adama əlavə şeylər öyrədirsən. Meyxananın nə bilim yaşı 100 ildir. Görəsən bundan sonra yaşayacaq şey. Ən birinci absurd meyxanaya yaş verməkdir. Niyə? Çünki meyxana əruz vəzninin bir şıltaq qardaşıdır. Çünki ölçüsü əruz vəznindədir. Ona kim xətalı deyir, kim xətalı demir. O onun qəmi. Amma meyxana əruz vəznindən asılı olan bir şeydir. Və əruz vəznində 100 yaşı yoxdur. Elə 1000 illər bundan qabaq da, yəni 1000 il demir, 500 il, 700 il bundan qabaq da şairlər, istər bu coğrafiyada, istər başqa coğrafiyada bədahətən beytləşiblər. Sadəcə ona 2 dənə misra üstünə əlavə edib onu meyxana eləməyiblər. Bədahətən beytləşiblər. Bəlkə də orada kimsə belə bir çıtma da vurub, nəsə bir ləngər də vurulub, nəsə bir ahəng də olub illa ki. Bəlkə sazla nətərsə. Olar. Yox, sazla əruz vəzni çox belə qohum deyillər. Sazla daha çox qoşma gərəkdir. Sazı ləğv edirik bu söhbətdə. Şeydə nədir? Lap deyək ki, meyxananın 100 yaşı var. Bax. Mən 600 il bundan qabaq, məsələn, rəqəmi şərt edirəm də, belə rəqəm 600 il bundan qabaq Muğamın 50 yaşı var idi. Onda kimsə çıxıb deməlidir ki, bunun 50 yaşı var, bunu yığışdıraq. Bunun bir başlayan nöqtəsi olmalıdır, yoxsa yox. Bu adamların, onda şey eləməliyik ki, süni intellekti yığışdırın, çünki süni intellektin 12 yaşı var. Süni intellekt olmamalıdır. Nə bilim, Photoshop nədir? Photoshop olmasın. Photoshopun 30 yaşı var. Neyinirsiniz Photoshop? Windows'u yığışdırın. 85-ci ildə bütün təzə şeyləri yığışdırmalıyıq. Nə? Bunu yığışdır, daşa vurun, alov qalıyın. Bu adamlar bu psixologiyada yaşayırlar. Adamlar təzə bir meyxananın 100 yaşı. Bu nə absurd şeydir. Bu bir yerdə başlamalıydı da, yəni. İndi yaxşı, meyxana eyni bu şeydə olsaydı, 1000 yaşı olsaydı, onda nə deyəcəydin? Onda argumentin nə olacaqdı? Bu nə yanaşmadır, bu nə yanaşırlar? 50 il sonra meyxana nə olacaq, onu bilmirik. Əgər bugünkü gün kimi davam eləsə, meyxana, bəzi elə bir ki, bu dəqiqə meyxanada istedadlı adamlarla istedadsız adamların mübarizəsi gedir. İstedadlı adamların mübarizə aparmırlar. Sadəcə istedadlarını qoyublar ortaya, heç belə tərpənmirlər. İstedadsızlar da var. Daha belə dişi ilə, dırnağı ilə mübarizə aparırlar ki, yox, mən olmalıyam, nə özlərinə səhifələr açırlar, paylaşırlar, özlərinə musiqilər düzəldilir, üstünə qoyurlar, nə özlərinə şərh yazırlar, hər şey edirlər də. Özlərinə fan page açırlar. Ay da belə biabırçılıq. Bir dənə telefonda 20 dənə profil belə. İstedadlarla istedadsızlar mübarizəsi, istedadlı adam da ki, olsun da, yəni belə də. O bir dənə yarış var. Gepard oturub belənsinə yarışmır. Qalıb görmüsən onu. Deyir ki, bəzən belə it yarışlarıdır. Mən itləri çox sevirəm. Hə, gördüm. Bildim. Şəkildir belə. Bəzən özünü sübut eləmək üçün yarışmağa ehtiyacın yoxdur. Bir növ belə şeylər də çoxdur. Və əgər bu belə davam eləsə, bir 20 ildən 30 ildən sonra meyxananın tənqid olunan səhnə var deyə mən müdafiə edirdim. Mən o biri tərəfdə oturacam. Müdafiə olunan tərəfdə kim oturar özü bilər. Əks tərəfində oturacam. Ki, mənim qorumaq istədiyim, saxlamaq istədiyim, köməkləşib, mənim tək buna gücüm çatmaz. Köməkləşib düzəltmək istədiyim meyxananı siz nə günə qoydunuz? Baba, belə də deyəcəm onlara. Mən deyəcəm ki, mən 2025-ci ildə deyildim, mən meyxana mətbəxində aşpırım. Siz bu işi nə günə qoydunuz? Bu o qədər
belə sevgi var idi ya əvvəl meyxanada ki, hamı mehribandır. Bir dənə ki, birinə bir söz desən inciyir, səndən küsür, elə bilir ki, hamı belə qəlbində belə narahatlıq var. Relax olun, rahat olun o ki. Məqsədimiz çörəyinizi əlinizdən almaq deyil. Meyxanadır da, meyxana. Sən dinən, mən deyim, deyək, gülək, belə də söhbət eləyək qafiyə ilə də. Sən niyə əsəbləşirsən? Bu bizə nəyə xatırlatdı mənə? Nə edəcəksən mən əsəbləşib? Bizə nəyə xatırlatdı? Futbolla bağlı bilmirəm kim, hardasa belə bir söz demişdi. Demişdi ki, vaxt var idi, futbolu zövq almaq üçün oynayırdılar. Yəni indiki kimi deyil də, indi deyir sanki ancaq nə bilim tanınsın, ya nəsə belə bir şeydir, amma vaxtı ilə deyir insan o futbolçular oynayanda sən görür hiss edirdin ki, bunlar da zövq alır, oyundan zövq alırlar. Sən də bunu onlardan hiss edirdin, tamaşaçı kimi onlardan zövq alırdın. İndi o şey hiss olunmur. Bax, meyxanada nədir? Meyxana deyənlərin arasında əvvəl rabitə. FIFA oynamamısan? FIFA oynayanda indi FIFA oynayanlar onu başa düşəcək. Oyunçuların mən FIFA oynayan deyirəm. PES oynayıram mən. 21 oynayıram. Amma FIFA oyunu da nədir bilirəm. Orada oyunçuların kimyası var, bir-birləri ilə uyğun olması. Belə qırmızı olanda bilirsən ki, bu oyunçu bu uyğun deyil də bir-birləri ilə. Bunların bir yerdə savunmasına oyuna alınmır, birlikdə oyuna alınmır. Yaşıl olanda hamısı görsən ki, hə bu oyunçular bir komanda şəklinə gələ bilirlər. Bu günləri meyxana deyənlərin arasında, çox meyxana deyənlərin arasında o rabitə qopub. Qopub o rabitə. Bax, mən həmişə meyxanaya xeyir verməyə çalışmışam. Həmişə. Heç vaxt, heç bir meyxana deyənə ziyanım dəyməyib. Heç vaxt meyxanaya pis bir şey eləməmişəm. Ola bilər ki, bilmərəm kiminsə qəlbini qıraram. Kimləsə mübahisə eləyərəm, insanlıq yaranar. Bu ayrı şeydir. Söhbət şey belə. Amma bilə-bilə kim üçünsə pis adamı. Məndən bizə nə qədər xoşu gəlməyən meyxana deyən var. O da elə bilir hamımızdan savadlıdır. Mən heç vaxt belə bir iddia eləməmişəm. Mən heç vaxt deməmişəm ki, mən sizdən savadlıyam. Ümumiyyətlə mənim bildiyimi siz bilmirsiniz. Mənimdən savad. Mən heç vaxt belə bir şey eləməmişəm. Məni çağırıblar verilişə. Mən gəl biri belli. Nə qədər pul versən verilişə çıxmaq nedir? Amma sən yaxşısan, salamatçılıqdır səndə. Bunlar bilir ki, bunlar pul verməsə bunlar verilişə çağırmazlar. Hansısa verilişə pul verib özləri çıxıblar. Südü ki, olub Kərim nə deyir hər gün? Falan yerdə də falan yerdə belə. Allah pulundan verir çıxır da. Bu nə rahatlıqdır səndə. Meyxana barədə danışanda tez-tez məhz Kafkanın adı çəkirilir müqayisədə. Səncə o təsadüfən bir dəfə yaranıb, yoxsa nədir bu Kafkanın günahı ki elə? Məncə onlar Kafkanı deyirlər, ancaq Kafkanı oxuyublar, onu öyrə, adını onu eşidiblər də. Yəni bir dəfə bax, hamının tanıdığı bir dənə adama qayıtdım ki, Don Kixot oxumusan. Dedi, Don Kixotun yaxşı yazıları var. Dedim, sağ ol. İndi mən onu dayanım orada adam üçün dediyim ki, onu Cervantes yazıb. Don Kixot yazıcı deyil. Psevdo intellektuallar bilsən nə edirlər, oyun çıxardırlar. Yox, Kafka belə deyək də. Mən bir dəfə metamorfoz demişəm. Bəlkə ona görədir. Toyda metamorfoz sözünü işlətdim. Bir nəfər gəldi mənə, Allah haqqı toyda çöldə qayıtdı, dedi ki, o nə dərmandır elə. Dedim, nə dərman? Deyirdi, dünya səhnədə. Nə deyirsən? Demədin, sən metamorfoz dedin, meta nə bilim nə dedin. Dərman deyil, yox. Metamfetaminlə səhv salıb deyirsən. Mən heç onun da adını bilmirdim. Ondan sonra bilmişəm ki, belə şey var. Bir dəfə subliminal demişəm, bax. Bir dənə qaqaş mənə gəldi, çəkdi, etdi ki, mən telefon dükan işlədirəm. Ona telefondur. Subliminal mesaj dedim. O elə bildi ki, telefondan mesaj dedi ki, mən telefon dükan işlədim, telefonu təzə çıxan telefonsa nə şeydir, indi rayon yeri. Dedim, qardaş, sən başıma dönərəm, mən nədən danışıram səndə. Qurban olarım o adamlara, yəni insandırlar da, evdə oturub bizə şey eləmirlər ki, öyrən, ata təsəvvürlərində benəcə oturur ki, belə, yaz ora, subliminal, sətir altı deməkdir, sub alt deməkdir. Belə öyrətmirlər də təbii ki. Bunu belə maraqlı hadisə olaraq danışıram. Yaxşı, prosto nəysə. Deyirəm, başqa nə sualım var, nə olsun kəsəcəyim. Mən bir sualım da ondan bağlı idi ki, sən o boş stakanı içməyə sonra bir dəfə deyəcəklər ki, niyə ona su vermirsən, boş stakanı qoyursan. Baxın, insanlar məni uzaq yoldan çağırır, su vermirlər. Bu səhranın ortasında. Bəli, su vermirlər. Olubmu ki, başına belə bir hadisə gəlsin, hansısa bir məclisdə iştirak eləmisiniz, görmüsən ki, hər hansısa bir meyxanaçı, meyxana deyir,
o meyxanada belə bir şey deyir ki, sən bilirsən ki, bu ümumilikdə meyxana haqqında mənfi rəyin formalaşmasına, fikrin formalaşmasına səbəb olacaq. Amma arada yaş fərqiniz olduğuna görə tutaq ki, səndən yaşca neçə il böyüdü. Bu məsələni adama sonra deməmsən. Demisən ki, yəni desəm, deyək ki, sən dünənki uşaqsan, sənin mənə söz deməyə haqqın yoxdur. Olub. Amma demişəm. Demisən. Belə kobud şəkildə deməmişəm də. Hər insan onun deyilmə qaydası var. Mən birinci öz qabiliyyətimi, qanacağımı qoruyuram ki, o da məndən danışıq ritorikasına fikir versin. Demişəm ki, qardaş, belə sən illərin keçib meyxanada falan mövzuya, amma belə yox, belə yanaşmaq daha düz deyil. Məsələn, o insana sözü deməyin qaydası var da. Orada səndən razı. Ona qayıdıb desəm ki, bu nə söz dediysən, deyəcək ki, yaxşı eləm deyirəm və mənim ondan konfliktim yarana bilər. Çünki o buna qədər də bu yaxşı eləyirəmi 20 ildə eləyib də, heç kim buna heç zət deməyib. 20 ildən sonra bir nəfər gəlib ki, bu kəndə təzə yol çəkirəm. Kəndə təzə kənd Xudayarıb. Belə qabiliyyətlə, qanacaqla çox adam olub ki, bunu belə deməyə, belə deməyə. O işin ən gözəl qaydası odur. Ümumiyyətlə bir insan tutaq ki, bir xəta eləyir, səhv eləyir, fərqində deyil. Biz onu da öldürməlidir ki, ona ən gözəl formada elə izah eləməliyik ki, o ümumiyyətlə sən ona üstünə aqressiya ilə getsin ki, o bütün qəbul eləmə qapılarını sənə bağlayacaq. Ümumiyyətlə filtrindən keçməyəcək. Olub demişəm, amma yəni mən o sözü saxlamam, hara saxlayım. İşimiz sözdür zaten. Yəni ki, belə qabiliyyətimizi, qanacağımızı qoruduğumuz şeydə Müddətcə. bütün insanlara söz deyə bilərik. Əgər qarşımızdakı adam da həmin hörmətə layiqdirsə. Yox, əgər həmin adam da özünə hörməti qoymursa, onun məndən yaş fərqi nə olursa olsun, ona necə istəyirsə söz deyərik. Təşəkkür edirəm. Kərim, istəyirəm ki, sonda bizi izləyib dinləyənlərə 5 kitab və 5 film tövsiyə edəsən. Sən mənə çətin yerdə axşamladıq. Interstellara baxın, bax 1. Baxın. Interstellar 1. Inception-a baxın. 2. Christopher Nolan'dan gedir. Nolan'ın filmlərinə baxın. Bir dənə film var, onun adını həmişə qarışdırıram. Bilirsən hansı filmdir? Deyəcəm, sən tapacaqsan. DiCaprio bir adadadır. Psixi xəstəxanadadır, həkim kimi. O filmin posteri indi burada çıxacaq. Shutter Island. Elə olmalıdır deyəsən. Mən onu ola bilər ki, o filmə hökmən baxın. Çox yaxşı filmdir və sonu belə maraqlı qutarır onun. Amma mənim xoşum gəlmir o filmdən. Nəysə. Yaxşı filmdir, mənim xoşum gəlmir. Mənim filmin sənin gözləntindən belə gətirib sənə başqa şey təqdim eləməsi xoşuma gəlir. Hətta yəni mən sən qədər o şeydə deyiləm də, yəni bu. Yox, bu şey o mənada demirəm ha ki, film super filmdir. Bütün cəhətdən yaxşı, yəni o filmin üzərində professional adamlar işləyib. Yəni mən onların bəlkə heç həndəvərindən keçə bilmirəm, məsələ o deyil. Sadəcə zövq baxımından, yəni o dönüş nöqtəsi ki var. Mən bu tip filmlərdə yəni ona bir dəfə baxıram, sonra təkrar baxa bilmirəm. Çünki artıq onun sirrin açıldı mənim üçün çözüldü. İkinci dəfə o zövqü ala bilməyəcəm. O baxımdan bəyənmirəm. Başa düşdüm. Dayan, 4-cü film. O mənə çətinə saldın sən. Mənim yaddaşım çox pisdir. Həddən artıq pis yaddaşım. Bilirsən neyinə? Bax, mənə bu sualı kimsə versə, mən düşünmürəm. Sadəcə fikirləşirəm ki, özümü pis hiss eləsəm və yaxud da tək qalsam hansı filmə baxmaq istəyirəm, götürüb o cür düşünürəm. Qurtlar Vadisinə baxıram mən. Qurtlar Vadisi dünyanın ən gözəl serialıdır. İlk 97. Qurtlar Vadisi. Amma bu film deyil də, serialdır. Mən film axtarıram. Yadıma salacağam bir dənə deyən, yadıma salacağam. Bu bir dənə deyərəm ki, məsələn Inception nə idi? Insidious var, astral səyahət. Onun bütün 3 bölümünə baxsınlar. Sən baxmamısansa sən də bax. Astral səyahət. Özdə orada ikinci astral səyahət, astral 2-də birinciyə göndərmə var. 3-də 2-yə belə bir dənə qəribə aralarında şeydir. Və deyirsən 4-5 də çəkilib. Şeydir. Insidious belə yazılır adı. Hökmən bax. Bu dəhşət və detektiv janrındadır. Qorxu janrındadır. Mən sevmirəm bu filmləri, ona görə baxmamışam yəqin. Yox, buna bax. Bu yaxşı kinodur. Bunun və yadıma düşdü. Sizə deyirəm. Baxın, hazırlan deyirəm. Sherlock Holmesa dair çəkilmiş bütün filmlərə baxın. Ən yaxşı da baxacağınızı deyirəm. 4 mövsüm çəkilib.
Hərəsində 3 seriyadır. Benedict'in oynadığı Sherlock Holmes, müasir Sherlock Holmes'a bax. Sənə bir söz deyim. Deməli, hərbi xidmətdəyəm. Hərbi xidmətə getməmişdən qabaq 2013-dür də. Onun yadımda deyil 2013-də hansı sezonun hansı buraxışı çıxdı və biz bildik ki, bir də çıxacaqdı 6 ay sonra, 1 il Çıxmadı, sonra. hə, Çıxmadı. Mən də getdim hərbi xidmətə. Gənc əsgər dövrü bitib, bizi göndəriblər ön xəttə. Mən də ilk gündür gəlmişəm. Orada da qərargah rəisi bir danışıq aparır da, o şəxsiyyətlə təzə gələn əsgərlər nəsə qeydlər falan aparırlar. Girmişəm otağa. Və nə cürsə oldu, bilmirəm, hansısa türk kanalı idi, nə tərsə orada televizor yanırdı. Məndən nəsə soruşurlar. Mənim bir gözümdə ordadır ki, mən görürəm ki, təzə sezon təzə buraxılışın reklamı gedir. Və burada ön xəttin biraz atmosferi başqa idi. Özdə yanvarın biri gəlmişdim. Hava soyuq, çöllü idi. Əsl Sherlock'a baxacaq hava deyil. Ağdamdı. İndi o yerlər bizdədir də. O vaxtda orada biraz irəlidə Səncər falan. Yəni o tamamilə başqa bir atmosferdir və yeni yerə gəlmisən, bəzi əsgər yoldaşlarından ayrılmısan və otaqda orada o görəndə və bir gözümdən baxıram və bir sevinc var içimdə ki, yeni seriya artıq yayımdadır, gedəcəkdir. Hə, deməli, ən azından məzuniyyətə gedəndə buna oturub baxa bilərəm. Və onunla bağlı belə Benedict'in oynadığı. Benedict o super. Onu geçən montajda idi. O Sherlock Holmes'a hökmən baxın. Kitab məsləhət görməliyəm. Arthur Conan Doyle'ın yazdığı bütün Sherlock Holmes hekayələrini oxuyun. Bax, hamısını oxuyun. Baskervillerin iti, Göy Yaqut, Al-Qırmızı etüd, nə bilim, Kürənlər İttifaqı. Mən də oxumağı heç oxumamışam. Məndə bir sənət onun seriya olaraq var. Birdən o yəni necə tanış olur Dr. Watson'la və elə o necə də. Sherlock Holmes bilirsiniz kimdir? Sherlock Holmes'da Polad Aləmdar belə əsinlənib nəsə götürüblər ondan. Hamı Sherlock Holmes'dan nəsə gətirib. Sonra Dostoyevski oxuyun. Deyirdi mənə Cinayət və Cəza. Oxuyun Raskolnikovun vicdanı ilə mübarizəsinə siz də şahid olun. Oxuyun. Beyniniz çartlasın. Şeydə o bayaqdan danışdın Kafka dedin. Kafkanın çevrilmə əsəri çox yaxşıdır. Oxuyun, spoiler vermirəm sizə. Amma o da məsəl üçün mən qayıtmaq istəmədiyim bir şeylərdə bir dəfə oxuyursan, amma faydasız deyil. Olsun da bütün onsuz partladan kitablarda qaramat var. Çərpələn Güçranı oxuyun məsələn, sizə yaxşı kitab. Məncə Azərbaycanda gərək onu hətta deyərdim ki, bütün kişilər oxusun. Ümumiyyətlə qabağınıza nə kitab çıxdı oxuyun. Ola bilməz ki, siz oradan ziyan tapasınız. Ən azından nitqiniz düzələcək. Nə yadıma düşdü? Sən də qabağınıza nə çıxsa oxuyun. Məktəb vaxtlarında 2000-lərin əvvəlidir. Yox, atam o vaxtda gedib Türkiyəyə gedirdi, gəlirdi. Və gələndə hardasa olub, yəni atam da dindən falan uzaq adamdır da, yəni deyim ki, namaz qılsın falan. Nəsə belə bir adam deyildi. Yiyib içən bir adam. Nə tərsə olub kimsə hardasa buna. Nə idi o? Harun Yəhya nətər gedirdi ona da tutdular Türkiyədə Adnan Oktar Harun Yəhya. Ona 968 il iş veriblər. Biri girib altına yazıb ki, bu nə deməkdir ki, 968 il sonra bu çıxıb gəzəcək rahat-rahat ki, o az iş veriblər. Yəni onun kitabları, bir-iki dənə kitab özü də yadımdadır ki, belə üzü də belə parlaq, o glyansovo deyilir, ruslar belə bir formadadır. Qəşəng də belə rəngləri, keyfiyyətli nəşrdir. Bir-iki dənə o kitabdan gəlib, sən gedin qarşınıza nə kitab çıxdı oxuyun. Mən də o vaxt baxırdım o kitablara, hərdən varaqlayıb. Atamız Türkiyəyə getsə oxumayın. Yəni nə oxuduğunuzda bir arada fikir verin. Ya mən onu bilirəm hansı şeydən. Mən başa düşürəm nə demək istədiyini. Ki, yəni əksərən kitab yaxşı şeyə xidmət edir. Yəni sən məsələn da demirəm də gedib məsələn tort resepti olan kitab oxuyarsan, heç nə öyrənməzsən də, oradan tort bişirməyi öyrənərsən. Belə resept kitabları olur ya. Ya amma bəlkə bloq açsın da YouTube-da tort bişirməklə bağlı. Yəni amma nəticə etibarilə ümumiyyətlə oxumaq yaxşıdır. Mən də gərək oxuyum, hamımız gərək oxuyaq. Nə qədər təzə kitab almışam, oxumamışam. Gərək onları oxuyum. Mən də xoşlayıram. Ümumiyyətlə məsələn mən kitab kolleksiya eləməyi oxuyuram. Yəni hamısını aldığımın hamısını oxuyub bitirə bilməsəm də kitab almaq bir bizim məktəbdə Rıza var idi, Miri. Rıza. Lisey uşaqlar səndən 1 yaş, 2 yaş balaca. Üzdən tanıyırsan da Lənkər uşaqlardı da. Onun yaxınında da toy oldu. Salamlayıram sənə buradan. Allah xoşbəxt. Chelsea fanatıdır. Gedmişəm Lənkərə, onunla görüşmüşəm, belli. Kitab yarmarkası var burada Çərə. Gedək bir də ona gedək. Getdim 21 dənə kitab aldım buradan.
Qardaş almışam bu qədər kitabı, çıxmış o da aldı ya, o da nə qədər kitab aldı? 6-7 dənə də kitab aldı. Yəni adam görür, alır. O özünü xoşbəxt hiss eləyirsən. Kitablar da Allah tərəfi ucuz idi, 2 manat, 3 manat belə idi. Almışam bir kulok kitabı gətirmişəm evə. İndi o adama o bilən ləzzət edir və təzə kitab. İndi bunu oxumaq da var da, oxumalısan da. Hə, Allah qismət eləyər, yavaş-yavaş da belə vaxt olanda oxuyuruq da. Yaxşı, əlavə etmək istədiyin kitab var hansı? Yəni? Əlavə etmək istədiyim kitab yoxdur. Yoxdur. Özüm fikirləşirəm ki, ola bilər. Bəlkə Meyxana antologiyası deyə bir şey yazdım. Yaxşı Fikrim var, yazım. Mənə məsələn yazırsınız, Kərim abi, meyxana haqqında harda məlumat toplaya bilərik, necə öyrənə bilərik, necə öyrənə bilərik. Ola bilər ki, əgər doğrudan da həqiqətən özüm onu hazır bilsəm, zaman tapa bilsəm, sizə belə bir şey təqdim edeyim. Sistematik araşdırmaya ümumiyyətlə düşünməyə ehtiyac var. Yəni bunu araşdırılma olsun. Çox hissəsini bilirəm də, əzbərdən bilirəm çox hissəsini. Biraz böyüklərdən, ustadlardan bilgi toplamalıyam ki, o mozaikanı tam birləşdirim. Məncə tələs, gedişdirmə. Amma məndən başqa kimsə inanmıram ki, o həvəsli olsun eləsin. Eləsəm mən eləyəcəm. Pərviz Arif bəlkə eləyər. Pərviz yaxın durmaya belə şey. İnşallah. Kərim çox sağ ol gəldiyinə görə, vaxt ayırdığına görə. Çox sağ ol qardaşım, Allah səndən də razı olsun. Belə sonda nəsə əlavə eləmək istədiyin insanlar demək istədiyin bir şey var mı? Deyəcəm sən haralarını kəsərsən. Burada kəsilməli yerlər var. Belə dostlar, siz də əgər bu kanal ilk dəfə qarşınıza çıxıbsa, kanala abunə deyilsinizsə, abunə olun, kanala keçid edin, başqa videolara baxın. Bizdə əmin olun ki, kifayət qədər maraqlı məzmun var bu kanalda. Bizim sosial media hesablarımıza keçid edə bilərsiniz. Onların keçidi videonun altındadır. Bizə Coffee platforması üzərindən iyanələr edərək dəstək ola bilərsiniz. Ona da keçid videonun altındadır. Bizi WhatsApp, Telegram, TikTok, Instagram, Facebookdan izləyə bilərsiniz. WhatsApp və Telegramda sadəcə mən yeni buraxılışları paylaşıram. Ona görə vaxtında xəbər almaq istəyirsinizsə, o kanallara abunə olun. Və sonda həmişəki kimi çalışın, sağlam və xoşbəxt olasınız. Bu çox vacibdir. Hələlik.